aziz vatandaşlar. Üç renkli İstiklal bayrağını göçlerinde gezdiren buradaki vatan ailesi bizlerden, orada her türlü korku ve tedbir altında dertleri istiklal eşkiyle çırpınan azadlık ailesi sizlere candan selamlar gönderir. 28 Mayıs İstiklal kurbanlarının aziz ruhları huzurunda hürmetle eğilir ve her iki tarafı birleştiren milli dövüş hasreti şairin beytiyle dile getirilen. Sen bizimsen, durdukça bedende can, yaşa, yaşa, çok yaşa, ey İslam'da Azerbaycan. Dinlədiniz Ulu Öndəri Məhəmməd Əmin Rəsulzadənin sözləridir bu. Çox təəssüflər olsun ki, Məhəmməd Əmin Rəsulzadəni bizə unutturmağa çalışırlar, dostlar. Buradan müraciətim bu ölkənin savadlı, bilikli insanlarınadır. Savadsız, cahil insanlar bilməz bu şəxsiyyəti. Heç yadlarına da düşməyəcək. Çünki oxumurlar, tarixlərini bilmirlər. Amma nə qədər ki bizlər var, Rəsulzadə və onun silahdaşları yaşayacaqlar bizim qəlbimizdə. Əlimərdan bəy Topçubaşov, Xosrov Soltanov, Fətəli xan Xoyski, Səməd bəy Mehmandarov, Cəmil bəy Ləmbəranski və Firudin bəy Köçərli və bir çoxları sizi unutmadıq və sizi unutmayacaq. Nə qədər bizlər var, sizlər hər zaman yaşayacaqsınız. Yaşasın Azərbaycan, yaşasın bizim müstəqilliyimiz. Azərbaycan Demokratik Respublikası və o gün olacaq. Azərbaycan demokrat bir respublikaya çevriləcək. Yaşasın Azərbaycan, yaşasın Türkistan.